Əməliyyat edilən aktyor Vüsal Murtuzəliyevin son vəziyyəti açıqlanıb. Aktyorun bacısı Dilarə Əliyeva APA-ya bildirib ki, o artıq reanimasiyada deyil, amma hələ də xüsusi nəzarət altındadır. Həkimlər yanına heç kimi buraxmırlar, çünki bərpa dövründə olduğu üçün infeksiya yoluxa bilər deyə Dilarə Əliyeva qeyd edib. Qeyd edək ki, təbibin məlumatına görə həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyin daxili qansızma diaqnozu təyin edilib. Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari vəsiyyətini açıqlayıb. Rəngarəng verilişinə gələn ifaçı var dövlətini övladlar arasında böldüyünü bildirib. 2 övladım və 2 nəvəm var. 2-ci nəvəm baba deyən kimi ona kart bağışlayacağam və içərisində müəyyən məbləğ olacaq. 18 yaşına çatana qədər orada qalacaq. O vaxta kimi 100 min manata yüksələr. Qızım xaricdə yaşayır. Ona bir ev bağışlamışam, adına da keçirmişəm. Qalan nəyim varsa oğluma vəsiyyət edəcəm.